yönelden Allah. Allah'ın işine karışmırıq ki biz. Ateisti də yönəldən odur, qəddar da edən odur. Bunu ruh vasitəsilə xüsusi bölgülərlə bölür. Kimi hansı səmtə istəyir, yönəldir. Bu, ruhun mahiyyəti və keyfiyyəti haqda sizə cüzi bilgi verilmişdir. Kur'an'da deyilir. Cüzi. Sən ruhu bilmirsən, ona görə də niyə sualı qoyursan bura? O kəslər ki, bu Qurana və ondan öncə gələn Tevrat, Zəbur, İncilə iman gətirir, demir ibadət edir. Deyir, demir namaz qılır, deyir, iman gətirir. Məhz onlar Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Deməli, Qurandan əvvəl gələn kitabları dərk etmədən Quran oxumaq insanı hər yola yönəldə bilər. Və ya Qurandan öncə gələn kitabı qəbul edib Quranı rədd etmək, o da. Bunu bilirsiniz, mən nəyə bənzədirəm? Elə bil ki, Quranı rədd edənlər, elə bil ev tikmək istəyirlər, təməli qoyublar, üstündə də oturublar. Bizim evimiz hazırdır deyirlər. Amma yağış yağır, sel gəlir, tufan qopur, fırtına qopur, bunların başları düzgün işləmir. Yay gəlir, qızmar istidə vurur bu başı, qaynadır, onlar düzgün qərar verə bilmirlər. Quranı qəbul edib digər kitabları rədd edənlərdə təməlsiz, elə bil divarlar var, təməl yoxdur. Görürsən, bütün tarp müsəlmanlara dəyir. Çünki evin təməli yoxdur, kəlamın təməli yoxdur. Odur ki, deyir, əvvəl əlifbanı öyrənməmişsə Quranı oxuya bilməz bir kimsə. Niyə şeir dili? Çünki Allahın Rəsulü aydın buyurur ki, Allahın taxt altında çoxlu xəzinələri var. Bu xəzinələrin də açarı şeir dilidir. Deməli, əvvəl əlifbanı öyrənməmişsə, Quranı oxuya bilməz bir kimsə yazılıbsa, deməli, biz Qurandan öncə gələn kitabın sinəsini öyrənməyə getməliyik. Həm Quran deyir, həm şeir dili deyir. Və Qurandan öncə gələn kitab aydın, müjdə, yeni əhd, yeni dünya haqda xəbər verir İncil. Tevrat köhnə qanun. Onun içərisində darğışlar da var, tənələr də var. Deməli, devrə görə qanunun dəyişməsi zəruridir. İncilin sinəsində aydın yazılmır, gizli səpkili şəkildə və deyilir, kim düşünürsə bu dünyada bir şey bilir, o kəs lazımı qədər heç bir şey bilmir. Hər kəsdə hər şeyi təyin edən ruhdur. Görürsən, Quran ruh haqda cüzi bilgi verdik deyir. Amma İncil hər kəsdə hər şeyi təyin edən ruhdur. Və biz onun üçün mövcuduq. Yəni, əzəli həyatda olan nur Allah. Sonradan civə şəklində parçalanaraq insanların ruhuna çevrilmişdir. Yəni, hər bir insanı hərəkətə gətirən Allah özüdür. Allah ruh vasitəsilə xüsusi bölgülərlə bölür və insanları kimisini hikmət sahibi edir, kimini həci edir, kimini ateist edir, kimini müəllim, hakim, həkim, nə bilim, kimini oğru, kimini cani, o bunu xüsusi bölgülərlə bölür və insanları özü istədiyi kimi yönəldə bilir. Quran bunu başqa cür deyir. Allah kimi doğru yoldan sapındırarsa, məsəl üçün ateist edib dinə qarşı danışdırarsa, heç kim ona doğru yolu göstərə bilməz. Öldürən, güldürən, ateist edən, hamısı Allah. Zahirdə, batində odur. Qaydaq İncilə. Deməli, Allah hər kəsin üzərindədir. Hər kəs vasitəsilə yaradandır və hər kəsdir. Necə biz bir bədən olub çoxlu üzvlərə malikik. Hər üzvümüzün də öz vəzifəsi vardır. Eləcə də biz ruhən Allahda bir bədənik, ayrı-ayrılıqda biri-birlərinin üzvləriyik. Necədir Sədi? Bir cövhərdən yaranıb bütün aləm.
Bir bədən üzvüdür, bəşər və Adəm. Bir üzvü dərdlərə salarsa rüzgar, başqa üzv yerində tutarmı qərar? İndi bax, sən ateist deyə qınağa qalxırsan. Quran nə deyir? Dünyada ikən şək etdiyiniz sizin üçün əzabdır. Sən onun səhvinə yarıya yarı şəriksən. Sən də cəza yaşayırsan, o da yaşayır. Sən qınağa qalxırsan. Niyə? Bax, bunu dərk etmək üçün Allah Teala bu süfrəni açıb və öz gizli kəlamlarını bu süfrəyə düzür. Deməli, biz ruhən Allahda bir bədənik, ayrı-ayrılıqda biri-birlərinin üzvləriyik. Yəni, tutalım ki, birini Allah ateist eləyib, sənin barmağının biridir, birini din xadimi edib, bir başqa barmağındır, üzvlərin. Elə bir sən o ateistə pis baxdınsa, öz barmağına, öz gözünə, öz qulağına pis baxmış olursan. Çünki biz ruhən Allahda bir bədənik, ayrı-ayrılıqda biri-birlərinin üzvləriyik və hər birimizin də öz yolumuz, öz şəraitimiz, öz dilimiz, millət olaraq bir dinimiz vardır. Həqiqətən bu Quran bütün bəşəriyyəti ən doğru yola, İslam'a yönəldir və yaxşı işlər görənlərə mükafatlar vəd edir. Demir ibadət edənlərə, namaz qılanlara, məhərrəmlik saxlayanlara, Kəbəyə gedib Qaradaşı öpüb, müqəddəs adlandırıb Allaha şərik qoşanlara, deyir, yaxşı işlər görüb, doğru sözlər söyləyənlərə mükafatlar vəd edir. Qaranlıq bir şey qaldısa, daha aydın, biraz da geniş gedib.